bizim hüquqlarımız tapdanıb, mülkiyyət hüququmuz əldən alınıb. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili Ombudsmanın qəbuluna gəlmişik, bizi qəbul eləmir. Bir sürü külfəndik, 15 nəfərdən ibarətik, az saylı uşaqlar da var. Məktəblilər də təhsildən yayınıblar. Xəstə qardaşımız reanimasiyadadır. Yaşayış yerimiz yoxdur. Bizim hüquqlarımız bu rüşvətxorluqla, saxtakarlıqla, qohumbazlıqla, ədəbazlıqla, məmurların birbaşa məmurların bu tutduğu kürsünü kommersiya sahəsinə çevirməyin nəticəsində şəxsi biznesə çeviriblər bunlar. Dövlətə, vətəndaşa xidmət eləmirlər. Şəxsi mənafelər üçün istifadə edirlər. Cənab Prezident, biz çarəsiz qalmışıq. Cənab Prezident, biz çarəsiz qalmışıq. Burada insan taleyi var. 4 dənə ailəyik. 15 nəfərdən ibarətdir. Az yaşlı uşaqlar təhsildən qalıblar. Belə haqsızlıq, belə ədalətsizliyə son qoyulmalıdır. Bizim böyük narazılığımız var. Danış. Bizim şikayətə baxan yoxdur. Mənim qardaşım reanimasiyadadır. Oğlumuz, qardaşım oğlu 40 qradusda yanır. Qalıb küçədə süpürgəçi bir qadın yazığı gəlib baxır. Biz indi bizim şikayətə heç baxan yoxdur. Xahiş edirəm Prezident. Xahiş edirəm İlham Əliyev. Yoldaşı vəsiyyətləməsi var. Baxan yoxdur. Mənim yoldaşım xəstəxanada yatır. Mənim qaynımın 2 gözəl oğul evladı, mənim bircə oğlu evladı. Bunlar gələcəyin əsgərləridir. Xahiş edirəm sizdən, cənab Prezident İlham Əliyev. Mənim yoldaşım da hal-hazırda valla çəkiliş olsun. Bu saat reanimasiya şöbəsi insuf keçirdi. Bu xəbəri eşidən kimi o səhər xəstəxanadan çıxırsa, mən gedib həkimlə yalvarıram, heç olmasa çıxmasın. 2-3 gün qalsın ki, mən yer tapım. Qalmağa yerimiz yoxdur. İnanın, Xahiş edirik bizi çarə qılın. Bu haqsızlığa, bu ədalətsizliyə son qoyulsun.